Bakı-Tbilisi-Bakı marşrutu üzrə işləyən sərnişin qatarları ilə bağlı daha bir yenilik tətbiq olunur. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti aktiv bilet satışı dövrünü hazırki 30 gündən 90 günə qaldırılır. Bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin departament rəisi Azər Fərəzov məlumat verib. Yeniliyin məzmunu bundan ibarətdir ki, sərnişinlər 90 gün sonra planlaşdırdıqları səfərlər üçün 3 ay əvvəl, yəni biletlərini ala biləcəklər. Hazırki mexanizm isə bilet satışı dövrü 30 günü əhatə edir. Bilirsiniz ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə işləyən sərnişin qatarlarına sərnişin tələbatı nəzərə alınaraq iyun ayının 11-dən etibarən əlavə vaqon da quraşdırılır. Amma görünür sərnişin tələbatı həddindən artıq çoxdur. Deməli, Bakıdan Tbilisiyə satışa çıxarılan biletlərin mütləq əksəriyyəti bir aylıq dövrdən söhbət gedir. Mütləq əksəriyyəti satılır. Tbilisidən Bakıya isə biletlərin, bir aylıq biletlərin bütün hamısı satılır. Ona görə də Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti belə qərara gəlib ki, dövriyyə daha çox bilet buraxsın. Yəni 3 aylıq dövrü, aktiv bilet satışı dövrü 3 aylığı əhatə etsin və bununla da sərnişin deməli tələbatının qarşılanması təmin olunsun. Eyni zamanda da bilirsiniz ki, bu bir aylıq dövrdə minimum qiymətə bilet tapmaq biraz çətin məsələ idi. Baxmayaraq ki, 80 manatdan biraz çox idi ən minimum qiymət, amma sərnişin tələbatı çox olduğuna görə qiymət 150 manat, hətta 200 manatdan yuxarı gəlib çıxırdı. Bu da nəyə görədir? Çünki Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti dinamik qiymət siyasəti tətbiq edir. Bu bilet satışı mexanizmini dinamik qiymət siyasəti üzərində qurub. Ona görə də tələbat nəzərə alınaraq biletlərin alışı tezliyi, tarix, hansı günlərə alınmasına asılı olaraq qiymət müxtəlif məbləğlərdə ola bilir. Amma dediyim kimi Tbilisidən Bakıya bütün biletlər satılır. Ona görə də bu 3 aylıq dövrü əhatə edəcəksə, bu zaman sərnişinlər nisbətən ucuz bilet əldə edə biləcəklər. Yeniliyin yaxın günlərdə tətbiqi gözlənilir. Bununla bağlı əlavə məlumat veriləcək.